Hə, deməli bu mövzuda birincisi gərək orta məxrəc eləyək. Buranı vuracaqsan x üstə gəl 2-yə, buranı da vuracaqsan x çıxaq 2-yə. Onda nə olur? 3x üstə gəl, 2-ni 3-ə vuranda 6, çıxma olduğu üçün 3x-ə mənfi 3x, mənfi 3 mənfi 2-yə müsbət 6 alınır. Bura getdi belə. X çıx 2-ni x plus 2-yə vuranda, bunları bir-birlərinə vuranda nə olur? Çıxaq 4. İndi burada x kvadrat çıxaq 4-lər getdi. Mənfi x-dən 3x gedir. 12 bölə x plus 2 qalırmı? Yebənd. Aydındır. Birinci mötərizə 1 çıx 1 bölə 1 üstə gəl 1 bölə yaza bilərəm. Çünki 1-in kvadrat çıx 1 bölə A-nın kvadratdır. Bölək, bölək belə yazaq. 1 üstə gəl 1 bölə A. Bunlar gedir. Gedir. Orta məxrəc eləmək istəsəm 1-in yerinə yazaram A bölə A, bölək 1 bölə A. Bu olur A çıx 1 bölə A. Debənd. Aydındır mı? Deməli, uşaqlar, buranı y-ə, buranı da x-ə vursaq, yuxarı olur y plus x, aşağıda olur x-y. Vur m bərabər 1. Nəysə, əgər vuranda 1 alırıqsa ədədlər bir-birinə, demək bunlar tərs ədədlərdə. Onda m nədir? x-y bölək x plus y. Yəni, elə bil yerlər dəyişir. Aydındır? Burada arada bölmə var. A vurulsun. A vurulsun. A böl A çıx 2. Üstə gəl 1. Bölünsün. İndi A-nı ortaq çıxarsaq, bu ikinci mötərizədən. A çıxdı. A-ya böldüm 1 qaldı. Üstə gəl. A-ya böldüm qaldı A böl A çıx 2. Aydındır mı? Bir dəqiqə baxım görüm. Yox, orada sual səhv keçirdim. Axırına. 2 çıxadı bura. Düzdürmü? Alar getdi, bu heç. İndi nə edəcəyik biz? Deməli, A bölək A çıx 2. Üstə gəl, 1-in yerinə A çıx 2 bölü A çıx 2 yaza bilərəm. 1-in yerinə 2 çıx A bölü 2 çıx A. A bölü 2 çıx A. Belə yaza bilərəm. İndi deməli nə olur? Yuxarıda A çıx 2 aşağı. A-nın üstə A çıx 2 gələndə 2A çıx 2 olurmu? Belə. 2 çıx A aşağı. Hətta bunun üstə bunun gələndə nə olur? 2 qalır. Düzü? İndi bir dənə bir şey deyim sən. A çıx 2 ilə 2 çıxa getsə yerdə nə qalar? Mənfi 1 qalar da. Çünki yerlər dəyişikdir. Biri var 3 çıx 2, biri var 2 çıx 3. Bildiniz nə demək istəyirəm? Ona görə mənfisi qalır qabaqda. Mənfi bunların yerləri nə edir? Yuxarıdakıları. Olur müsbət 2, mənfi 2A. 2-ni 2-yə böləndə 1, 2A-nı 2-yə böləndə A. Aydındır. Yediyə baxaq. Buranı vuracaq A çıx B-yə, buranı vuracaq A üstə gəl B-yə. A çıx B-nə A çıx B-yə vuranda nə olur?
Olur A çıxı B-nin mötərizə kvadratı çıxaq A plus B-nin mötərizə kvadratı. Aşağıda olur plus minusa vuranda birincinin kvadratı çıx, ikincinin kvadratı. Bölmədən olur, dərsinə vurma olur. Düzdür uşaqlar? Bunlar getdi. Yuxarıdakında A kvadrat çıxaq 2AB, ay Allah çaşdım, 2AB üstəcə B kvadrat olur. Normalda burada bunun açılışında hamısı üstəgəl olmalıdır axı. Amma qabağındakı çıxmaya görə nə olur? Hamısı dəyişir. A kvadratı çıxaq 2AB çıxaq B kvadratı. Böl AB də burada dişlərini ağardır. Baxaq, B kvadratı B kvadratını aparır, A kvadratı A kvadratını aparır. Nə qalır yerdə? Mənfi 4AB qalır. Çünki mənfi 2AB bura, mənfi 2AB bura. AB-yə də böləndə mənfi 4 qalır. Yəni olur B variant. Aydın oldu? Silək. Bu sual məncə asandır. 8 özünüz baxarsınız. Gəlin 9-a baxaq. Üst mənfi olanda 1 böl formasında orada, bəli. N vur. Bir dənə belə yazım. Sonra bir də onu təkrar köçürməyək də. N vurulsun. N üstü mənfi 1, 1 böl N eləmir. Onda M-i 1 böl N-ə vuranda N böl N olur. Belə bir şey olur, hə? Çıxılsın. Burada da N-i 1 böl M-ə vuranda olur N böl M. Bilirsiniz? Burada artıq mötərizənin üstündə deyə 1 böl M plus N olur. M-i vururam bura. N-i vururam bura. Yuxarı oldu M kvadratı çıxaq N kvadratı. Böləməndə aşağı. Burada plusu minusa vuranda M kvadrat çıxaq N kvadratı. Yuxarıda nə olur? N. Bunlar getdi cora. N bölə M qalır. N'lər də getdi, qaldı 1 böl M. Aydındır. Hə. 11-də deməli, buranı B-yə vururuq, buranı da A-ya vururuq. Olur nə? B çıxaq olur, AB də aşağıda. Vurulsun 2B. Bu nə olur? A çıxaq B-nin mötərizə kvadratı. Düzdürmü? Bir dənə sizinlə söhbət edeyim. 2 qaldı yuxarıda, bir də B çıxaq var. Düzdürmü? B çıxaq belə. Bu qalsın. A vurulsun. A çıxaq B-nin kvadratının yerinə mənim keyfim istəsə B çıxanın kvadratı yazma ixtiyarım var. Var. Nəyə görə? Çünki, misal üçün, 3 çıx 2-nin kvadratı 1. 3 çıx 2, 1, kvadratı da 1. 2 çıx 3-ün kvadratı nə inir? Yəni 1. Deməli, fərqi var? Heç bir fərqi yoxdur. Yəni 8 çıx 2-nin kvadratı, 2 çıx 8-in kvadratı. İkisi də 36 eləmir. Edir. Bunu özüm yerini dəyişdim ki, aşağıdakını dəyişə bilirəm. Yuxarıdakını öz başıma dəyişəmirəm. Qaldı 2 vur. A vurulsun, B çıxaq. Bildiniz? O qədər təkrar sual var ki burada. A plus B-ni bura vururuq, A minus B-ni bura vururuq. İndi A plus B-ni A plus B-yə vuranda mötərizə kvadratı olur. O da açılışı budur da. Düzdürmü? Bayaq yazmışıq deyə biraz sürətləyirəm. A çıx B-nin kvadratı A kvadrat çıxar 2AB üstəgəl B kvadratdır. Amma qabağındakı çıxmaya görə hamısının işarəsi dəyişir. Belə. Əslində ortada çıxar 2AB olmalıdır. Mən onu işarəni dəyişdim. A çıx B-ni A plus B-yə vuranda da A kvadrat çıxar B kvadratı qalırmı?
Bayaq demək olar, bu sualın kopyası bir şey yazmışdıq hardasa. Bundan bu gedir. A kvadratından A kvadrat çıxırsan, B kvadratından B kvadrat. Getdi mi? Demək, yuxarıda nə qaldı? Aşağıda da 16 AB. AB-lər getsə 4 böl 16 qalır. O da eləyir 4də 1. Oldu uşaqlar. Hə. Burada yuxarı vuruqları ayırada bilərik. Ortaq məxrəc. Gəl belə eləyək də biz. Nə eləyək? Orta məxrəc eləyək bir dənə yuxarına. Bu aşağısı da 1-də. Biz bunu 2BS-yə vura bilərikmi yuxarını aşağını? Vurarıq. Onda yuxarı nə olacaq? 2BS üstə gəl B kvadratı. Üstə gəl C kvadratı. Çıxaq A kvadratı. Bölək. Aşağı nə olur? 2BS. Bölək. B plus C çıxaq A. Bölək. BS. Bu nəyin düsturudur? B üstə gəl C-nin mötərizə kvadratı. Çıx A kvadratı burada. Deməli, bölmədə tərsinə vurma olur deyə BS yuxarı çıxır. B üstə gəl C çıxada qalır burada. Bunlar getdi. Bəli. İndi B plus C-nin kvadratı, bir dəqiqə, heç onu nəyə köçürürəm ki mən. Ümumiyyətlə, bu nəyin düsturudur? 2 dənə kvadratla bir dənə çıxma varsa, əgər. Hə. Bir dəfə yazırıq. B üstə gəl C, üstə gəl A. Bir dəfə də yazırıq. B üstə gəl C, çıxaq A. Aşağıda bir dənə 2-miz qalıb burada. Bir də B plus C çıxaq qalıb. Getdi, bunlar qaldı bu ifadə. Hansı olur? Aydındır. 16-ya baxaq. 3 dənə A var, deməli. Bax, belə deyək də bunu. Təkli A, onluq A, yüzlük A. Yəni 1A, 10A, bir də 100A. Nə oldu? Aşağıda olur, yox, yuxarıda elə qalıb 111B. Burada 11A üstə gəl. 111 çıxır ortağa, qalır A plus B. 11 çıxır A plus B. 111-i 11-ə böləndə 10 tam 11-də 1 qalır. Aydındır. On 18-ə baxaq. Buranı A-ya vuracaqsan, buranı C-yə vuracaqsan. Nə qədər olur ora? Bir də burada yadımdan çıxdı. Buranı da AC-yə vuracaqsan. Deməli olur A kvadratı üstə gəl C kvadratı, çıxaq KC. Bölək AC. 1 böl A çıx C alınır burada. Yuxarı nəyin düsturudur? A çıx C-nin kvadratı. A çıx C-nin biri gedir, qalır bu ifadə. Bunu yazaq. Neyniyək? Bura N-ə vursam, nə olur? M üstə gələn, bölən. Bu belə. Burada M-ə vuraq. Yuxarı nə olur? 2M-ən üstə gəl, M kvadratı, üstə gəl, N kvadratı, bölən. İndi bunu, yəni M plus N böləni bölsək biz buna. Nə olur bu?
n plus n-in kvadratı bölək m. Belə. Bölmədə tərsinə vurma olur. Sən demiş. Deməli, n plus n bura bölən. Vuraq n bura. N plus n-in kvadratı da bura. Bundan bu gedir. N bölək. M üstə gəl. N vur n qalır. Harada var idi? Kim görmür? O düstur bütövlükdə nəyi verir? M kvadrat plus 2m üstə gəl m kvadrat. Belə. İndi bilmirəm, cavabı ya belə verib, ya da vurub açıb. Yəni m-ə vurub m-in üstə gəl n kvadratı. Belə də ola bilər, belə də ola bilər. Yəni indi bilmirəm orada cavabda necə verib. Burada ən çətin suallardan biri elə 24-dür. Çətin deməyək, bezdirici. Burada bir dənə bir şey deyim sizə. Əslində elə uzun da getmirim. A kubu plus 8. Belə deyək də. Bax, bunu buna vuranda ortadakı alınmır. Aha. Buranı elə bil ki, A kvadrat çıxaq 2A plus 4-ə vursan, buranı da A plus 2'ye vursan, cavab alınır. A kvadrat çıxar 2A üstə gəl 4, üstə gəl 3A çıx 2. Qabaqda mənfi var deyə, buranın neyinir işarəsini? Dəyişir. Bəli. Hələlik A kubu plus 8 qalsın aşağı. Onsa bunu buna vuranda A kubu plus 8 orada orta məxrəc. Görə yerdə nə qalır? 4-dən 2 çıxdım, bir dənə də 2 çıxdım, getdilər. Qalmadı heç nə. 3A-dan 2A çıxdım, 1A, 1A-dan daha çıxdım, getdi. Nə qaldı? A kubu üstə gəl 8. Aydındır. Bunu da yazaq. Yuxarıdan A plus B ortaya çıxır. Nə qalır yerdə? Bundan biri artıq qalır. Bir də A plus B buradan çıxanda nə qalır? -4. Mən mötərizəni gərək bağlamazdım. -4. Belə. İndi bura baxaq. Bu nəyin düsturudur? A plus B-nin bəs 16 da 4-ün kvadratıdır da. Onda nə olur? Bir dəfə A üstə gəl B üstə gəl 4. Bir dəfə də A plus B çıxaq 4. Bunlar gedir, qalır bu ifadə. Hələlik bəs.